Astrologlar proqnozlaşdırırlar ki, 2025-ci ilin yayında 4 gücün köklü dəyişiklikləri onların daxili qavrayışını dəyişdirməklə yanaşı, həm də şəxsi həyatlarında, karyeralarında və maliyyələrində böyümək üçün yeni imkanlar gətirəcək. Qısa xəbər. Az xəbər verir ki, yayın şanslılarını təqdim edir. Qoç üçün yay peşəkar sahədə böyük dəyişikliklər vaxtı olacaq. Ola bilsin ki, sizi yaxın gələcək üçün ambisiyalarınıza və hədəflərinizə nəzər salmağa vadar edəcək gözlənilməz təklif alacaqsınız. Uzun müddətdə işini dəyişmək və ya yeni layihəyə başlamaq istəyən qoçlar nəhayət kənardan dəstək hiss edəcəklər və bu onların özünü həyata keçirməsi istiqamətində qəti addımlar atmağa imkan verəcək. Şəxsi həyata gəlincə, bu yay qoç gücünə köhnə emosional yüklərdən qurtulmaq və nəinki daha dərin, həm də inkişafa ilham verəcək yeni münasibətlərə başlamaq şansı verəcək. Əkizlər 2025-ci ilin yay əkizlər üçün daxili inkişaf baxımından dərin dəyişikliklər dövrü olacaq. Bu nəinki öz həyat dəyərlərinə yenidən baxa biləcəyiniz, həm də əvvəllər tanış və başa düşülən görünən bir çox şeylərə yeni baxışlar əldə edə biləcəyiniz bir özünü tanıma dövrü olacaq. Bu yay həm də münasibətlərdə əhəmiyyətli dəyişikliklər gətirəcək. Ola bilsin ki, siz zəhərli təmasları dayandırıb yeni bir sosial dairə seçəcəksiniz. Bu da bir insan kimi böyüməyinizə kömək edəcək. Xərçənglər şəxsi həyatlarında dramatik dəyişikliklər yaşayacaqlar. Xüsusən də yayın ikinci yarısında ailə məsuliyyətlərinə münasibətini dəyişməyə, hətta yaşayış yerini dəyişməyə məcbur ola bilərlər. Bu yay xərçənglər üçün ailə münasibətləri və yadaşınmaz əmlakla bağlı mühüm qərarlar qəbul etmək vaxtı ola bilər. Maliyyə məsələləri də xərçənglərin həyatında mühüm yer tutacaq. Yay sabit gəlir və ya yeni maliyyə mənbələri əldə etmək üçün imkanlar gətirəcək ki, bu da özünüzü daha müstəqil hiss etməyə imkan verəcək. Əqrəblər üçün yay karyera sferasında böyük dəyişikliklər dövrü olacaq. Hiss edəcəksiniz ki, qətiyyətli addım atmaq və peşəkar orientasiyanızı dəyişməyə lazım olan məqam gəlir. Bir çox əqrəblər öz məqsədlərinə çatmaq üçün yeni imkanlar tapacaqlar ki, bu da çox güman ki, karyeralarında yeni istiqamət və ya startapla bağlıdır. Şəxsi həyatınızda dəyişməz qalmayacaq. Bu yay sizi əvvəllər itirilmiş münasibətləri bərpa etməyə və ya əksinə zəhərli insanlardan ayrılmağı sövq edə bilər.